bugün ben diyerdim, çok değerli bir gün. Bizim sevimli Galile'ye. Ona göre ki biz görüşürüz. Bizi bizde çağıracağız. Samer'in kardeşimle ve onun rehberliği eleyen sistemler ve o sistemde ressamlıkla meşgul olan alimler. Buna göre bu her gün böyle sergi açılır. Ve doğrudan da hoş bir gün. Ve çok maraqlı da bir sergi. Bugünleri hiçbir çetinliğe bakmayarak küçeleri gezmeyi olmaz, başım sürmeyi olmaz. Bu kadar. Bu kadar yürüsürse doğrudan da böyle en yüksek kıymete layık olan bir hadise. Ben səmimi qəlbdən istəyirəm, hamımıza can sağlıqlar tutuyam, hamımıza yaratıcılıq uğurlarını arzulayam və əvvəldən elə elan edəyək ki, baxmasın, buyurun, necə axıra sağ? Razılaşmış. Razılaşma əvvəldən deyək, axırda. Əvvəldən deyək, elə qərara gəlmişik ki? Elə qərara gəldik ki, burada çok maraqlı işler var ama 3 nəfəri Ressamlar İttifaqına kabul olmak için təklif var. Bugün kabul edildi. Biri Ruxsarə Əlizadə. Hanı Ruxsarə? Xəbəri yok. O yaxşıdır ki, xəbəri yok. Xəbəri olsaydı da bizim mükəmməl həm Ulu Öndərin həm də Cənab Prezidentin mükəmməl əsərləridir. Bugün siz də Səmər Tuğan qəbul olursunuz. İkinci Xoşqədəm Mirzəyeva. Xoşqədəm. İndi də Xoşqədəm. Xoşqədəmin yanına tutmuşlar. Hayda da. Təbrik edirəm. Eğitmen Enstitüsü. Bu Mimarlığın Sənət Enstitüsü. Üçüncü de ki Rizvan Qarabağlı. Rizvan Qarabağlı. Burada? Yok. İstanbul'da yok. İşleri burada. Burada daha güzel. Tebrik edirəm Ressamlar İttifaqının üstündə qəbul olmağına. Sizə can sağlığı arzulayıram. Onda axirəcən bu elanları edirəm. Ömer Eldar. Sizin kitabçanı ona təqdim edirəm. Esneyce krasavçık da. Şimdi alacağım. Ben almışım. Bunu bir daha kardeşim sakladım. Sözü Azerbaycan Milli Akademiyası'nın, Elmler Akademiyası'nın prezidenti, mənim əziz dostum, təsviri sənəti onun kimi bilən az, bilirsiniz, bunu səmimi deyirəm.
Bak biz ona zalda gezirik, direm ay Səməd, senin meseleler de hoşuma geldi. Bak bu da hoşuma geldi. Senin diyapazonun, gördüğünden koca diyapazonun var ya. Her sene şuna sonra basar. Ona göre doğrudan da bunu samimi değil ama ona göre ki biz kardeşim, dostum yok. Doğrudan öyle. Ona göre çok böyle isteyerdim. Bugünleri İslam ehli bu sergini size təqdim edəcək. Bir-biram bilir, əzbərlər. Ona göre sözü çok məmnuniyyətlə İslam ehli. Buyurun. Çok sağ olun Ferhat müəllim. Bugünkü sergi Azərbaycan Rəssamlar İttifaqının Azərbaycan təsviri sənətinin tarixində fərqli bir hadisədir. İndiyə qədər xalq rəssamlarını, ölkəmizin tanınmış fırça ustalarını, həyatını bu sahaya həsr edən görkəmli rəssamlarımızın əsərləri bu möhtəşəm sərgi salonunda nümayiş etdirir. İlk dəfədir ki, bir kollektiv, ölkəmizin bir böyük kollektivi özünün alim əməkdaşlarını, rəsm əsərlərini elmi ictimaiyyətə və Ciyəz Səmədov adına Respublika sərgi salonu miqyasında, səviyyəsində təqdim edir. Bugünkü sərgi Azərbaycan Milli Məhkəməsinin 80 illiyinə həsr olunmuşdur. 80 il ərzində ilk dəfədir ki, akademiya əməkdaşlarının sərgisi akademiyadan kənarda bu miqyasda Azərbaycan cəmiyyətinə göstərilir. Mən Azərbaycan Milli Məhkəməsinin 80 illiyinin qeyd olunması haqqında sərəncam imzalamış Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandanımız İlham Əliyevə, alimlərimizə, yaradıcı insanlara yarattığı böyük şəraitə görə dərin minnətdarlığımı bildirirəm. Mən eyni zamanda Azərbaycan Milli Məhkəməsinin təklifini qəbul edərək alim rəssamların, əksəriyyətdə gənclərdən ibarət olan alim rəssamların əsərlərinin sərgisini və Ciyəz Səmədov adına bu böyük salonda təşkil etməyə yarattığı böyük imkanlara görə görkəmli sənətkarımız şəxsiyyəti də, sənəti də tam bənzərsiz olan şəxsiyyətinə də, sənətinə də böyük ehtiram bəslədiyim hörmətli Rəssamlar İttifaqının sədri Ferhat Xəlilova yarattığım şəraitə görə, göstərdiyi səmimiyyətə görə, diqqətə görə minnətdarlığımı bildirməyi də özümə borc hesab edirəm. Bugün təqdim olunan sərgi özünün bəzi cəhətlərlə fərqlənir. Ənənəvi rəssamlıqdan fərqli olaraq bugünkü sərgi elm adamlarının elmi tədqiqat institutunda çalışan, həyatını elmi həsr edən, birçokları artıq disertasiya müdafiə edilmiş, bəziləri disertat olan mütəvidə elm adamlarının Azərbaycanda açdığı birinci sərgidir. Bu sərgidə alim rəssamlıq özünü bir çox dizgilərdə, təsvirlərdə, rəsimlərdə göstərir. Əgər baxsanız burada Cəmaləddin Tarix İnstitutunun əməkdaşı Cəmaləddin İsmailovun batal rəsmləri öz əksini tapmışdır. Ümumiyyətlə batal rəsmlər dünyada az rəssamlar bu mövzuya müraciət edirlər. Çünki batal rəsmləri çəkmək üçün həm də dərin mütaliə qabiliyyətinə malik olmaq, tarix kimi araşdırma aparmaq lazımdır. Burada təhsil olunan Yunan Troya müharibələrinə ait qarşı tərəfləri əksəriyyətinin rəsimlərdə 100'dən çox əskərin, zabitin bir-birine benzəməyən ordunun rəsmi verilmişdir.
Ya dikkatle bakımdan sonra ben gördüm ki karşı tarafların birinde devirge, o bizlerin başında papak vardır. Yani biri Müslüman şekli, diğerleri Garbi ekserettir. Küçük bir detayla alim seriştesiyle, ressam maharetiyle karşı duran tarafların mevkiini, benliğini ifade eder. Burada ben Aynur'a Haşimova'nın Azerbaycan devletçiliğine her serdiği resimler hakkında kısa bildirme istedim. Göreceksiniz ki burada en kadim dövrlerden bugüne kadar bir tabloda Azerbaycan'ın rehberliği etmiş 21 ressamın ve onun hanımının birçokunun adıdır. Ancak tarihçine belli olan ekseriyetinin resimleri, fotoğrafları olmayan 21 ressamın, 21 hükümdarın özünün ve hanımın şekli. Başta Azerbaycan'ın galip prezidenti liderimiz İlham Aliyev olmakta. Bu büyük araştırma talep eden ciddi bir hem de tedqiqat eseri. Burada sizin tanış olacağınız resimleri demiyorlarken hamısını birleştiren ehemmiyetli cihetler burada bedi fantaziya ile ilmi idrakin beraber iştirak edemeydi. Sintezidir. Ben diyerdim ki bugün bizim alim ressamların, tedqiqatçı ressamların təqdim edilen eserler intellektual resm eserlerdir. Edebiyatta olduğu gibi artık sanatta da akademizm denilen bir ceryan, bu yeni güvvelerin hesabına yeni bir edebi ceryan, yeni bir sanat ceryanı, akademizm ceryanı formalaşır. Burada eserleri gösterilen 28 nefer müellifin eserlerinin mevzusunda, ideyasında, onun bedi fantaziyası kadar da onun ilmi düşüncesi, aktarışı, tədqiqatı, özüne məxsus intellektual bakış özəkini tapır. Belki de bu hürmetli verilmeli. Azerbaycan'ın təsviri sənət tarixində birinci intellektual sərgi kimi təsviri sənətin tarixine düşebilir. Bu elbette ki Elmli Üniversitesi tarihinde 80 yılda ilk seferdir ki bu sergi geçirilir. Janr bakımından son derece zengindir. Ekipmanla tutmuş, dekoratif tatbik sanatın muhtelif formalarına kadar aynı zamanda natürmort, portre, peyzaj, kompozisyon, grafika, boyakarlık numaraları her biri bu ressamlardan özünün karakterine, üslubuna uygun şekilde Azerbaycan ressamlarının hiçbirine benzemeyen şekilde kuvvetli ve zayıf olmanın nasıl olarak orijinal şekilde cemiyete takdim olmuş. Burada gösterilen resimler Azerbaycan tesviri sanatının annelerinden, mekteplerinden öğrenmekle yeni mektep, yeni yanaşma, intellektual ressamlığı yaratmak iddiasına meydana koyulan eserlerdir. Ve ben tabii ki bu bizim alim tədqiqatçılar çertaçalarında mühim netice olduğu gibi onların bedi yaratıcılığında büyük neticesi, büyük tentenesidir. Uzun yıllar akademiyada bedi yaratıcılığına meşgul olan alimlere ikinci dereceli alim kim baktılar. Alimlerimizin birçoğu Sovyet dövründe özünün romanlarını, piyeslerini yazıp lövzelerini ifade etmek için. Ama cemiyete çatmıyorlar. Çünkü onların esir alimi yok. İkinci dereceli alim hesabına gitti. Ama bunların içerisinde cemiyete çıkanları da oldu. Akademik Şefaat Mektebi'nin piyesleri temaşaya koydu. Akademik Teymur Bünyadov öz romanlarını çap ettirdi. Etnografik romanlar tüm Azerbaycan edebiyatının onlar geniş yer tuttu. Bugün akademik Kemal Abdullah hem de hakikaten görkemli halk yazısıdır. Ve bizim akademik Refail Sunov hatta baletini bedi eserlerine yanaşır. Baleti Refail Sunov'un Müslüm Bekamayev adına Opera Balet Tiyatrosu'nda uğurla temaşa koyulur. Nesim'in baleti. Ona göre de bedi düşünceye malik olan
elm adamı ikinci dereceli yok. Əslində normal en yaşlı elm adamından bir adım qabaqdadır. Bir adım qabaqdadır. Məncə bu sərgin bir həqiqətdə illərdən bəri Femel Formaşan həmin tilsimi qırmaq, baxış bucağını dəyişməyə xidmət edən bir hadisə kimi də böyük həqiqətə malikdir. Mən bugün akademiyada məsuliyyətlə elmi hesab edirəm. Bugün də Azərbaycan cəmiyyəti qarşısında rəssam kimi hesab edirəm. Alim rəssamlarımıza uğurlar, həm elmdə, həm də təsirli sənətdə uğurlar arzulayıram. Çox sağ olun, Səməli. Amma bir səhvini düzəltmək. Ona görə ki, bütün sənin adlarını hamısını bilib. Mən gələ deyirəm ki, Rəssamlar İttifaqı üzvüysünüz. Ona görə indi növbəti Rəssamlar İttifaqının üzvü Anar müəllimə sözüdür. Buyurun. Doğrudan da niye olmuyor ki ben Rəssamlar İttifaqının üzvü? Bu çətin şəraitdə ki, yollar hamısı bağlıdır. Eğer bu kadar adam buraya gelip çıkabilirse böyle büyük bir şeydir. Serginin ehemmiyetini gösterir. Ben de çok şadım ki ben sergini görmemişim, ona göre görmemişten danışırım ben. İsa müəllimə də, Fərhad müəllimə də inanıram ki, güzel məsələlər burada təqdim olunur. Və bir şey demək istəyirəm, mən qısa danışacağım, çünki əsas maraqlı sərgidir. Bilirsiniz ki, böyük rəssam, intibah dövrünün rəssamı Leonardo da Vinci həm də alimdir. Və bizim alimlər də deyə biləcək, Leonardo da Vinci alim olursa, indiki alimlər niyə rəssam olmasındır? Təbrik edirəm sizi, sağ olun. Çok sağ olun. Çok heyif ki ben Fazıl Müəllim'i Rəssamlar İttifaqının üzvü kimi təqdim edirəm. Millət vəkili kimi təqdim edirəm. Buyurun Fazıl. Komitə sənədir. Hə? Komitə sənədir. Xoş gördük. Bura həqiqətən də hörmətli Anar müəllimin söylədiyi kimi bu qədər çətin şərtlərdə bu qədər insan bir sənət tədbirinə yığışırsa bu sevindiricidir. Çünki həm kitab təqdimatı, həm rəsm sərgisində nə qədər çox insanlar özlərini iştirak eləməyə sadəcə zövqünə görə yox, həm də bir vətəndaşlıq borcu, sənət qarşısında borc kimi baxırlarsa, bu doğrudan da sevindiricidir və bugünkü tədbirin spesifikası da tamamilə fərqlidir. Yəni, burada biz peşəkar nöqteyi nəzərindən mən sərgini gəzdim, baxdım, çox dəyərli əsərlər var. Bunu qiymətləndirməkdə çətinlik çəkərəm, çünki bu sahənin adamı deyiləm. Amma bir məsələni qiymətləndirmək istərdim ki, ümumiyyətlə, akademiya mühitində, elm mühitində dünyada çox zəngin, geniş bir irs var ki, böyük memuarəmix ədəbiyyatını yaradanlar, böyük sənət əsərlərini yaradanlar, musiqi janrında çox önəmli işlər görənlərin içində elm adamlarının rolu böyükdür. Bugün hətta deyək ki, bir ixtisasa girişdən başlayan və sonraki illərdə də bu istiqaməti zənginləşdirən Azad Mirzəzadənin deyək ki, elmdən kənar, amma elmə dəxli olan bir sistemli yanaşması çox sayda insanların düşüncəsində bir tərəfli, qapalı və məhdud bir elm sahəsinin olmadığını göstərir. Yəni, bir alimin bütün sahələrdə və özünün də müəyyən dərəcədə istedadı olan sahələrdə sənət əsərləri, yazılı mətn ortaya qoyması çox önəmlidir. Çünki bir sahədə böyük bir zirvəyə qalxmış, böyük bir əsərlər yaratmış, müəyyən irs qoymuş insanlar həm də cəmiyyətin mədəni həyatına, mədəni mühitinə də öz töhfələrini verməlidirlər. Bugünkü sərgi əslində o mədəni mühitə verilən töhfədir. Mən İsa müəllimə də təşəkkür etmək istəyirəm ki, bir akademiyanın prezidenti kimi bu ilk addıma
müəyyən dərəcədə və həm də böyük şövqlə, böyük həvəslə buna imkan yaradıbdır. Çünki bu sərgi ilə bağlı dəvət eləyəndə də o qədər şövqlə dəvət elədi ki, dedim, İslam müəllim, siz elə elədiniz ki, ora gəlməmək mümkün deyil. Başqa tədbiri də təxirə saldı və fikirləşdi ki, burada olmaq bir mənəvi borc kimi baxılmalıdır. Mən uğurlar arzulayıram və ümid edirəm ki, burada söhbət həm də peşəkar, elmdə peşəkarlığın, sənətdə də peşəkarlığa çevrilməsinin şahidi olacaq və bu əsərlərin bir qismi yəqin ki, bütün müxtəlif janrlardadır. Hətta burada təkcə tarixi, etnoqrafik, yaxud da müasir modern cizgiləri olan əsərlər deyil, həm də müəyyən müasir dövrümüzün siyasi palitrasını da göstərən əsərlər var və hamısı da bir-birini tamamlayır. Və hesab edirəm ki, bu peşəkarlığı bu sahədə də sübut eləyəcəklər. Təkcə qarşılarında akademik, akademiyanın işçisi, elm adamı, elm xadimi yazılmayacaqdır. Həm də çox rahatlıqla və qəbul olunan tərzdə Azərbaycanın görkəmli rəssamı da yazılacaqdır. Bir daha uğurlar arzulayıram. Sağ olun. Bir de sözü bizim ustad, en genç sanatkarımız, heykeltıraşımız, Gezer Kaptanı Alan Ömer Eldaroğlu. Русский, многим русский. Я думаю, что русский язык еще не забыли пока. Вы знаете, любая выставка – это праздник для участников и для зрителей. Любая выставка – такой же праздник для нас и для всех, как, допустим, спектакль. Вот, драматический, Шекспира или неважно кого, великих и не очень великих, это все равно праздник. И это тоже наш праздник. Я не видел еще выставку, но я уверен, что выставка замечательная, выставка по всему видно, потому что уже здесь говорили, вот выступающие, очень знаменательная, очень значительная. И эта выставка войдет в историю наших таких одних из самых значительных выставок. Я всех поздравляю с этим, с тем, что мы сейчас будем радоваться увиденному, этим шедеврам, этим произведениям, и с чем я и себя, и вас поздравляю. Şimdi de sözü Natik müəllime veririm. Azərbaycan Rəssamlar İttifaqının üzvü. Əziz dostlar, əziz alimlər, əziz rəssamlar, siz bu günlərin Rəssamlar İttifaqına xoş gəlmişsiniz. Əlbəttə, bayağı qeyd edilək, həqiqətən də yolların tıxaz olmasına baxmayaraq, İslam müəllim bizi elə dəvət eləmişdi, elə həvəslə dəvət eləmişdi ki, bundan mütalibi olmazdı və çox maraqlıydı. Mənim üçün çox maraqlıydı ki, mən ilk dəfədir, əfsuslar olsun ki, alimlərin rəsm məsələlərindən ibarət sərgiyə gəlirəm. Amma mənim üçün çox maraq yaratdı. Gəzdim, baxdım sərgini, həqiqətən də çox möhtəşəm sərgidir. Burada həm rəngkarlıq əsərləri var, həm tətbiq sənət əsərləri burada nümayiş olunur. Mən əminəm ki, bu rəsm əsərləri onların elmi kəşflərində onlara ilham verir. Yəni, onlar həm elmlə məşğullar, həm də bu iş elə bir ki, onların yorğunluğunu çıxardır. Çox vacib məsələdir ki, incəliklə məşğul olmaq, həm də fantaziyasını genişləndirir və bayaqlar bir söhbət edirdik ki, əlbəttə, İsa müəllimdən sonra çıxış eləmək çox çətin, çünki İsa müəllim elə geniş, elə ətraflı, həm əsərlərə, həm sərgiyə qiymət verir ki, bu birinci dəfə deyil. Mən İsa müəllimin çıxışlarını digər sərgilərin açılışını da eşitmişəm. Çox ətraflı, çox məzmunlu çıxış edir və mən bunun sərginin açılmağı elə belə deyil. Çünki
akademiyanın başında duran insan, rəhbərli insan özü incəsənətə meyillidir və insanı sevən adamdır və bu sərginin açılması da təbiidir. Mən həm İsa müəllimə, həm də Rəssamlar İttifaqının sədri Fərqat Xəlilova minnətdarlığını bildirəm ki, belə bir şərait yaradır və belə bir gözəl bir sərgi görə bildik. Hamını təbrik edirəm, iştirakçılar hamısını təbrik edirəm. Buyurun. Ben bir ilave edebilirim ki, bugünkü sergi incəsənətlə elmin qoşa qanad olduğunu ispat edilir. Burada bakın, bizim dergiye baksanız, burada akademiyanın həqiqi üzvləri, akademiklər, vitse-prezidentlər dayanır, xalq rəssamları, əməkdə incəsənət qadınları bir yerdə dayanır. Və bir-birini tamam, real həyatda olduğu kimi, bədii sənətdə və elmdə də elm və incəsənət böyük sənətin qoşa qanadlarıdır. Minnətdarım, qanadlarımızı möhtəmlərini alimlərə də və incəsənət xadimlərə də. İnanıram ki, bədii əsərlərlə burada çıxırlar, bugün qazandığı burada enerjini elmə sərf etməklə, bu fantaziyanı elmə gətirməklə, bu düşüncəni elmə tətbiq etməklə, elmi də qabağa apara biləcəklər. Fərqli bir rəsm məsələyə yazıqlar kimi, fərqli bir elmi nəticədə əldə edebiləcəklər. Sağ olun. Ben deyərdim, ailə yürüsün. Elmdə, sənət, hamısı yaratılmışsa bağlı olan bir boşdur. Ona görə doğrudan da ben hesab edirəm ki, bir ailə yürüsün. Və sözü istəyərdim, bilən ortaki Hörmətli fərqatlarım, hörmətli İsa müəllim, əziz dostlar, bugünkü sərgi 2 qat yubiley sərgisidir. Azərbaycan Milli Elmlər Akademiyasının 80-lik təsvir olunmuş tədbirlər çərçivəsində açılmış sərgi kimi o əlbəttə ünvandadır. Lakin eyni zamanda bu təsviri sənət sərgiləri, Amiyanın əməkdaşlarının təsviri sənət sərgiləri öz tarixinə malikdir. Və elə oldu ki, bu yubiley ilində bu gözəl məkanda artıq sayca əgər akademiyadan başlamış sərgiləri hesab eləsək, 25-ci sərgi. Və əlbəttə bu Amiya əməkdaşlarının bədii yaradıcılığını nümayiş etdirmək elə belə birdən-birə yaranmayıb, onun öz tarixi var. Mən çox qısa onu danışım. Bu tarix də 11 il demək olar ki, bundan öncə başlanıb, 2014-cü ildə noyabr ayında. O zaman ölkəmizdə ilk dəfə olaraq 1-ci EL festivalı təşkil olunmuşdu və keçirildi. Və o vaxt hörmətli akademik İsa müəlliminin təşəbbüsü ilə o EL festivalı çərçivəsində həm də akademiyanın əməkdaşlarının ilk 1-ci təsviri sənət sərgisi keçirilmişdir və bu dövr ərzində 40 nəfərdən artıq Amiya əməkdaşları burada iştirak edib. Artıq bu haqda deyilib, mən demək istəyirəm ki, bu sərgilərdə bir akademiyanın həqiqi üzvü. Tutar olsun ki, mərhum akademik Şamil Fətullah iştirakçısı olmuşdur. Ondan sonra bir müxbir üzvü, bir sıra müxtəlif sahələr üzrə fəlsəfə doktorları, həm sənətşünaslıq üzrə, həm mimarlıq üzrə, həm filologiya üzrə və hətta bir nəfər fizika, riyaziyyat elmləri doktoru da, o bugün buradadır, bu bizim hörmətli professor Məmməddin Əmir Aslanov. Mən art janrında sənət edirik. Eyni zamanda təxminən bir 10 qurumları, Amiyanın təxminən 10 qurumlarını təmsil edən bu iştirakçılar olub 14-cü ildən bugünə kimi. Bu həm biz təmsil etdiyim Mimarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Antropologiya İnstitutu, Tarix İnstitutu, Əlyazmalar İnstitutu, eyni zamanda dəqiq elləri təmsil edən Fizika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və həm də rəisət heyətinin özü Şərqşünaslıq İnstitutu, bəli, mən sadalamadım və
və eyni zamanda həm də el nəşriyyatı təmsil edən əməkdaşlarımız iştirak edir. Hörmətli İsa müəllim, bugünkü sərginin və ümumiyyətlə bu sərgi fəaliyyətinin janr baxımından o qədər hər bir sənətşünasdan daha yaxşı və dəqiq təhlil edib ki, mən onu şübhəsiz ki, təkrar etmək fikrində deyiləm. Mən bir qədər materiallar və texnika haqqında məlumat vermək istərdim ki, burada artıq gördüyünüz və kim hələ görməyib, baxacağınız əsərlər həm yağlı boya, həm akril boya, həm sulu boya, yəni akvarel, həm adli grafika, həm kompüter grafikası, eyni zamanda buna yanaşı müxtəlif təbii sənət əsərləri var, bədii tipmədir, bədii keramikadır, digərləridir və artıq bunu isə mənim yerində qeyd eləmişdir. Hətta belə nadir bir haldır, hətta ikibana sənətinin burada nümunəsi var. Bir də ki, bu 10 ildən artıq bir təsviri sənət sərgilərin tarixindən söhbət açarkən mövzu müxtəlifliyi haqqında söhbət açmaq lazımdır. Bir çox mövzulara, həm bayram mövzularına, məsələn, Novruz bayramı, Zəfər bayramı, Qadınlar günü, El günü, həm də eyni zamanda kədərli mövzulara, məsələn, Azərbaycanlılara törədilmiş soyqırım mövzusuna həsr edilmişdir, bir sərgi vaxtında keçirilmişdir. Amma bugünkü sərgidə əsas 3 mövzu üstünlük təşkil edir. Bu, qalib Azərbaycan və onun qalib prezidenti, el və el xadimləri və nəhayət bir, belə demək mümkünsə, bir sərbəst mövzu. Çünki belə bir şərt olmuşdur ki, hər bir sənətkarın, hər bir sərgi iştirakçının bu dövr ərzində yaradılmış ən gözəl, ən baxımlı, özünü belə şah əsər hesab etdiyi bir sənət nümunəsi təqdim edilsin. Və sonda mən demək istəyirəm ki, əslində bu ölkəmizin baş sərgi salonunda təşkil edilmiş sərgi, düşünürəm ki, nəinki Amiyanın tarixində, nəinki rəssamlar ittifaqı tarixində, həm də ki, ümumiyyətlə Azərbaycanın mədəni həyatında öz dərin iz buraxıb tarixdə qalacaqdır. Hamınızı təbrik edirəm. Sağ olun, Nefetin müəllim. Yanıma düşür, siz diplomumu dəfil edirsiniz. Amma mən mimarlar tutmalıyım. Başa düşün. Öz məsələləri yox. Yox, o yargəli rəsm məsələ haqqında öz öz kifətini, öz rəssamlar haqqında qiymətini verməli. Buna görə mən bilmirəm, deyə bilərsən, gördüncü Mətəqin salonlarda doğrudan da incə sənətdə o sahədə yenə müdafiə eləyəndə onun diplomuna mən baxmışım və çox, mən deyərdim, yadda qalan bir tərəfi belə aktiv, amma iş deyişir. Zaman olan iş deyişir. Buna görə məmnuniyyətlə elan edirəm Tekin müəllimi rəssamlar ittifaqının. İndidən nəhayət mənim rəqəmim bağlıdır orada. Tərsən düzəldi məsələ. İndi də hər sözü mən istəyirəm verəm rəssamlar, rəssam kimi, iştirakçı kimi Leyla xanıma. Hardadır o? Gəlir. Məhəmməd Şərif. Gəlir. Nə özəyirlər namizəmsiz? Buyurun. Həm də rəsmə çoğunludur. Onu verin. Gələcək. Belə gözəl kombinasyon. Herkes salamlayıram. Bugün həqiqətən də burada böyük bir toplanış günümüzdür. Alim və rəssamların sərgisi keçirilir. İlk olaraq sərgisi keçirilir. Azərbaycan Milli
Dili Akademiyasının 80 illik yubileyinə həsr olmuş bu sərgidə ilk olaraq alimlər iştirak edir. Bu tədbiri bizə şərait yaratdığına görə ilk növbədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə təşəkkürümüzü bildirmək istəyirəm alim və rəssamların adına. Daha sonra Akademiyanın prezidenti İsa Həbib bəyə, Rəssamlar İttifaqı və C. Səmədov adına Rəssamlar İttifaqının sədri Fərhad Məlim Xəlilova, Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəkin müəllimə, alimlərimizin, rəssamların adından öz təşəkkürümü bildirmək istəyirəm. Bu qədər, çox sağ olun. Biz bir daha söz diyorsunuz. Yok var, bizdə ən çetin anlarda, o vaxtı ki, Halk Cəbhəsi küçələrdə, buralarda iştirak edirdi, o vaxtı da söz anlayışdır. Kimsiniz arasında? Hörmətli sənətçilərlər, elm və sənət insanları, hamınızı mənə salamlayıram. Burada da çox gözəl bir məclisdə toplaşmışıq. Bugün biz İsa müəllimi, hörmətli dəyərli alimimiz, akademikimiz, İsa müəllimi təşəbbüsü ilə biz burada görüşürük, gözəl insanları bir yerdə. Mən nəyə demək istəyirəm? İsa müəllim bizim akademiya gələn günündən elm, mədəniyyət, incəsənət insanları o qədər səmimi, sadə, qayğıkeşliklə yanaşır ki, inanın mən özümü doğrudan Fərhad müəllim qeyd elədi. Onsuz da özü də bilir ki, mən uzun illər burada Fərhad müəllim iştirakı ilə dəfələrlə sərgilər keçirmişim. Amma akademiyada ilk sərgi bu ilkdir. İlkdir ki, alim rəssam. İsa müəllim qeyd elədi burada ki, bax, alimlik elmlə məşğul olmaq, o deməkdir ki, doğrudan da həyat duyğuların incəsənətdə olan inkişaf edir bu duyğular. Bəli, kömək edir sənətlərin yaradılmasında, sənət əsərlərin yaradılmasında. Və İsa müəllim həmçinin bu sərgini təşkil etdiyi kimi bu il iki incəsənət adamlı, incəsənət xadimi Cəlaləddin və Minayə Feyzullayeva Vəncə Səmədovdan onu da qeyd edir ki, mənim yaxın qohumumdur, Mətin Feyzullayevin yoldaşıdır. Allah onları da rəhmət eləsin. Mən buna doğma ocağım kimi gəlirəm həmişə. İsa müəllim bugün bu sərgini təşkil elədiyi kimi bizi gözəl iki dənə katalog, Cəmaləddin müəllimə, bir də mənə katalog təşkil edib, çıxartdırıb, buraxdırıb onu. Və biz ona can sağlığı arzu edirik. Həqiqətən hər rəssamın bir pasportu olmalıdır. Bu bizim pasportumuzdur. Sizə can sağlığı arzu edirik, Fərhad müəllim, İsa müəllimə. Böyük təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm ki, o bizə belə bir şərait yaradıb, rəssamlar üçün, əsasən də Cəmaləddin mənim üçün belə gözəl bir kitab yaradıb. Sağ olun, var olun. Çox sağ olun. O ki qaldı, rəssamlar İttifaqından xaric eləmək. Mən başlasam, baxmağa ki, bizim qanunla üzvlük haqqını verməyən rəssamlar İttifaqından xaric olur. Mən başlasam, indi xaric eləmək. Yox, bəlkə böyüklər alır. Böyük qəbul eləsin. Yox, demək istəyirəm ki, ona baxmayaraq, biz heç kimi hələlik bunun o ki, üzvlük haqqını verməyib, hələ heç kimi sənəti var. Ona görə sənəti bilirsən, 2500 adam. Sənəti, bəli, o qəliz söhbətdir, onu keçmirik. Buna görə mən səmimi qəlbdən sizin hamınızı təbrik edir. Rəssamlar İttifaqının idarə heyətinin adından, bütün rəssamlar üzvləri adından sizə həyatda can sağlıq, sizə həyatda yaratılı uğurların arasında. Və əlbəttə, mənim qardaşım İsa müəllimə möhkəm can sağlıq arzulayıram ki, bu təşəbbüs tamam eləyəcək və hareket olmak düşəndiriz. Dərini geçmək. Tarihdə düşən bir hadisə. Təbrik edirəm sizi.
edirəm burada bütün yığışanları da. Təbrik edirəm Ömər müəllimi bizi kitabçası ilə və hamımıza can salardılar. Bildirəm, buyurun sənə. Ömər müəllim.
bizə aiddir. Sən də baxdan emniyyə qəbul edilməyəcək budur. Bu xalçanı mən akademiya adından minnətdarlıq, dərin minnətdarlıq istəyir. Böyük hörmətlə bugündən bir xatirə olmaq üçün Azərbaycan Rəssamlar İttifaqının sədri, ölkəmizin xalq rəssamı, bugünkü sərginin əsas təşkilatçısı, əziz dostum Fərhad Xəlvəliyevdir.